Hüseynin bayrağında La ilahe illallah Hüseynin mübarek qanıyla yazılır. Elə bir qandı ki bu, elə mübarek qandı, Allah deyir mən onu satın almışam. İnna Allah iştara minel mu'minine enfusahum ve amvalahum bi enne lahumul cennet. O ki deyirlər Allah qanı, hər Allah deyirlər İmam Hüseyin qanına, əslində bu Quran ayəsidir. Allah Teala Quran-ı Kerimdə deyir, mən möminlərlə ticarət edirəm, onların mallarını və canlarını cənnət müqabilində satın alıram. 1400 il bundan qabaq Hüseyin İbn Əli və onun tərəfdarları öz mübarək vücudlarını, qanlarını, canlarını, mallarını Allah Teala'ya o vədə ki verilib satmışdılar. Allah da onun alıcısıdır. Ona göre o qan Allah'a nispət verilir Hüseynin qanı üçün. Allah onu Kərbalada satın alıb. Çünkü o qan Allah'a göre tökülür. Hüseyin Zeynep'in gelir ağlamalar, Ya Rabbi Zeynep'in gelir bağlamalar.